Aziz izleyiciler, gördüğünüz kimi Şıxlar kəndinə gəlmişik. Şıxlar kəndinə gəlmişik. Aziz izleyiciler, güzel insanlar, Cəbrayılın Şıxlar kəndi. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bu şəraiti bizə yaradıblar. Sərbəst gəlirik, öz elimizi, obamızı gəzirik. Xoşbəxt yaşayırıq. Öz torpağımızda, öz Cəbrayılımızda, öz elimizdə, obamızda. Bir daha deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə sağlam ömür versin. Əsgərlərimizi qorusun inşallah. Bax, indi göstərəcəm sizə Şıxlar kəndini. Görün, nə gözəl yerdə yerləşir. Düzdür, biraz dumanlı. Amma dumanın da öz gözəlliyi var. Baxın, görün, nə gözəldir. Vallahi bu gözəllik heç yerdə yoxdur. Bu gözəllik heç yerdə yoxdur. Bax, onu da gətiriblər, kimsə düzəldib. Allah ölənlərinə rəhmət eləsin. Gəlirik, otururuq, bax, orada rahat dincəlirik, istirahət eləyirik. Gözəl şərait qurublar. O şəraiti quranın da Allah ölüsünə rəhmət eləsin, canı sağ eləsin. Allah ruzusinə bərəkət versin. Nə bilim, Allah kömək olsun hər kəsin. Kim nə yaxşı əməl eləyirsə, kim nə yaxşı iş görürsə, Allah hamının köməyi olsun. Bu da bizim gözəl dağlarımız. Düzdür, duman gəlib basıb. Yaxşı görmək olmur, yaxşı çəkmək olmur. Amma yenə deyirəm, bu dumanın öz gözəlliyi var. Burada Şıxlar kəndinin qəbristanlığıdır. Allah bütün ölənlərin hamısına rəhmət eləsin. Ruhları şad olsun. Məkanları, hamısının məkanları cənnət olsun inşallah. Burada Şıxların qəbristanlığıdır. Bu da Şıxlar türbəsidir. Şıxlar türbəsi. Gördüğünüz kimi 14-cü əsrə aid Şıxlar türbəsi. 14-cü əsrə aid Şıx Baba türbəsi. Bu da Şıx Baba türbəsi. Gördüğünüz kimi ne kadar dağılsa da yine öz ampulasında qalıb. Tarixi bir abidədir. Ermənilər ne kadar dağılsa da yine nişanəsi qalıb. İnşallah ki yenidən dağılmış yerdə də bərpa olunar. Öz əvvəlki görkəminə gələr inşallah. Bu da Şıx Baba türbəsi. Üstü dağılıb, inşallah ki bərpa olunar. Bu da qədim tarixi abidələrdir. Bax, bunlar da qədim tarixi malikdir. Gördüğünüz kimi, bax, bu daşlar qədim tarixə aiddir bunlar hamısı.